Ya Allah. Selamünaleyküm Ömer vaxtınız xeyir olsun. Red Lady F1 möhtəşəm qırmızı kələm çeşidi. Hollandiyanın Yarazadən firmasının ölkəmizdə rəsmi nümayəndəsi olduğu Alfa Sis MMC-nin toxumunu satdığı Red Lady F1 ştillərini sizə təqdim edirəm. Qeyd edirəm ki, bu ştillər sifarişli və müştərisi var. Təəssüf ki, satışı yoxdur. Sifariş əsasında yetişdirə bilərik sizin üçün. Toxumlarını da bizdən əldə edə bilərsiniz və yaxud da ki, ştillərini də sifariş edib gəlib götürə bilərsiniz. Qeyd edirəm ki, ştillər sifariş olunduğu gündən 30-35 gün ərzində təhvilə tam hazır olur. Və bunlar da bir müştərimizin sifarişidir. İnşallah hal-hazırda hava küləkli olduğundan ötəri işləri aparmır. İnşallah Bakının Türkan kəndində əkiləcəkdir. Ştillərimiz sadəcə çox böyüyüb, görüm ha. Çıxartıb sizə göstərə bilirəm, yoxsa yox. Misal üçün gələk bura. Buradan bir ədədini çıxaraq sizə göstərək. Ştillər artıq əkinə tam hazırdır. Bilməm kök sistemi görürsünüz yoxsa yox. Artıq ağ köklərdə inkişafa gedib. Boyunun belə uzun olmağını soruşursunuzsa, burada istiliklə gəlmiş bir ştildir. Yəni bunun heç bir problemi yoxdur. Sadəcə nisbətən boya qaçıb, sonradan ştilə qalınlama vermişik. Gübrələr vasitəsilə ştil qalınlaşıb. Torpağa əkdiyinizdə maksimum 10 gün sonra ştil özünü toparlayıb tam gözəl şəkildə inkişaf edəcəkdir. Red Lady F1-in xüsusiyyətləri nədən ibarətdir? 90 günlük bir kələm çeşididir. Qırmızı kələm çeşididir. Rəngi xoş qırmızıdır. Çəkisi 2-4 kiloqram arası olur. Təbii ki, bu sizin agrotexniki qulluğunuzdan, torpağınızın qüvvəli və yaxud da qüvvəsiz olmağından asılı olaraq dəyişə bilir. Və istənilən fəsildə əkinə uyğundur. İstəsəniz bunu yaz əkininə, payız əkininə də əkə bilərsiniz. Bir fərqi yoxdur. Bir daha qeyd edirəm, sifariş üçün toxumların sifarişi və yaxud da ki, ştillərin sifarişinə əlaqədar olaraq bizimlə əlaqə saxlaya bilərsiniz.